Herkese salam, YouTube kanalıma hoş gelmişsiniz. Her birinizi yeni bir yarım fabrikat hazırlama vlogundan salamlayıram. Bugün iftar için bir neçə günlük yarım fabrikat hazırladım. Gelin birlikte baxaq neler hazırlamışam. Və vaxt itirmədən keçirəm hazırlamağa. İlk olarak qiyməli pomidorlu sosu hazırlayacağım. Bunun için bir adet orta boy soğanı xırda kub doğrayıram və yerləşdirirəm yağ əlavə etdiyim tavada qovurmağa. Soğanlar qovrularkən kənarda bir adet orta boy yer kökünü rəndənin iri gözündən rəndeləyirəm və qovrulan soğanların içərisinə əlavə edirəm. Tərəvəzlərin üzerine 300 gram qiyma əlavə edib birlikte qovurmağa başlayıram. Ardından üzerine 350 gram evde özüm hazırladığım pomidor sosundan zövqə görə duz, istiyot ve 100 ml qaynar su əlavə edib qapaq altında bişirirəm. Pişmiş şəkildə isə bu şəkildə görsənir. Gözləyirəm tam olarak soyuduktan sonra bir qabın içərisinə yerləşdirirəm və göndərirəm dondurucuya. Makaron və vermişlə çox yaraşacaq bir sosdur. Belə ki mən bu şəkildə olan səfrəmsə balıq qulağı adlanır. Bu makaronlarla istifadə edirəm. Çox dadlı olur. İkinci yarım fabrikatım ise çöp şişdə toyuqlardır. Belə ki toyuğun sinətindən istifadə edirəm. Çox da küçük olmayacaq hissələrə ayırıram və yerləşdirirəm qabın içərisinə. Keçirəm sosunu hazırlamağa. Sosu üçün mayonezdən istifadə edəcəm. Sos üçün istifadə etdiyim ərzaqları gözə yarı əlavə edirəm. Belə ki mayonez, 1 xörək qaşığı pomidor sosu, duz, istiyot, zövqə görə müxtəlif növ ədviyyatlardan. Bunlar məndə hər zaman paprika, sarı kök, sarımsaq tozudur və 3 xörək qaşığı bitki yağı əlavə edib yaxşı qarışdırıram və göndərirəm yarım saat dinlənməyə. Ətlərim kifayət qədər dinləndi. İndi isə aralarında istifadə edəcəyim biberləri bu şəkildə doğrayıram. Zövqə görə yaşıl sarı biberdən, çeri pomidor və qırmızı soğandan da istifadə edə bilərsiniz. Belə bu cür çöp şişlərdən istifadə edirəm. Bunların biraz qısa formada olanları da var. Və ətləri sıra ilə bir ət bir biber olmaqla şişə yerləşdirirəm və dondurucuya yerləşdirib dondururam. Bişirmək lazım olduqda isə əvvəlcədən çıxardıb buzunun açılmağını gözləmədən elə bu şəkildə də soba listinə yerləşdirib bişirirəm. Bişdikdən sonra isti üzərlərinə kərə yağı və sarımsaq qarışımı çəkirəm və çox dadlı olur. Yanında kartof qızartması ilə evdə uşaqların ən sevimli yeməyidir bu. Düyü, qarabaşaq və pürenin yanına da çox gözəl yaraşır. Mən 550 gram toyuq ətindən istifadə etdim, yəni 4 nəfərlik. Əgər siz çox olsun istəyirsinizsə bu miqdarın 2 qatını istifadə edə bilərsiniz. Artıq ikinci pol fabrikatım da hazırdır. Göndərirəm dondurucuya və keçirəm üçüncü pol fabrikatımı hazırlamağa. Bu məndə kotlet olacaq. 2 növ hazırlayacağım. Mən hər zaman kotlet hazırlayarkən yarıya yarı həm toyuq ətini, həm də mal ətini qarışdırıram. 350 gram toyuq əti və 350 gram mal ətindən istifadə edirəm. Üzərinə bir ədəd iri boy soğanı xırdalacıdan keçirdib əlavə edirəm. Zövqə görə duz, istiyot və sevdiyim ədviyyatları əlavə edib yaxşı qarışdırıram və forma verirəm. Orta hissəsində bu cür boşluqlar yaradıram. Bu boşluqlara isə nazik doğranmış pomidoru, pomidorların üzərinə isə rəndelənmiş pendirləri əlavə edirəm. Və göndərirəm dondurucuya bu şəkildə dondurmağa. Qalan qiymə ilə də uzun sov kotlet hazırlayacağım. Bunları daha çox uşaqlar üçün nəzərdə tutmuşam. Çünki bəzən uşaqlar pomidorlu kotleti yemirlər. Bu şəkildə yeni bir üsul öyrənmişəm. Belə sizlərə də istəyirəm ki, göstərim. Çox asan bir üsulla belə uzun sov kotletlər əldə edə bilirəm. Kotletləri də bu şəkildə hazırlayıram və göndərirəm dondurucuya. Bunları da bişirən zaman çıxardıb buzunun açılmağını gözləməyə ehtiyac yoxdur. Elə bu şəkildə hazırlaya bilərsiniz. Evdə məndə olmadığı üçün əlavə edə bilmədim, ancaq orta hissəsinə uzun sov pendir də əlavə edə bilərsiniz, bişən zaman daha dadlı olsun deyə. Kotletlərim də artıq hazırdır. İndi isə keçirəm kələm dolmasını hazırlamağa. 400 gram qiymə, 1 ədəd iri ölçülü soğan, yumru düyüdən və göyərtidən istifadə edirəm. Üzərinə zövqə görə duz, istiyot, paprika, sarı kök və quru nanə əlavə edib yaxşı qarışdırıram. İstifadə etdiyim qiymə yağlı qiymə olduğu üçün əlavə yağdan istifadə etmirəm. Kənarda kələmləri də bu şəkildə pörtətmişəm və başlayıram bükməyə. Çox təəssüf ki, məndə kələm dolması xırda şəkildə alınmır, ancaq bu şəkildə bükę bilirəm.
Dolmaları bişməyə qoyduğum zaman aralarına və üst hissəsinə bir neçə parça kərə yağı əlavə edib o şəkildə bişirməyi çox sevirəm. Dolmaları istər bişirib, istərsə də bu şəkildə çiy vəziyyətdə dondurucuda dondura bilərsiniz. Və artıq dolmalarım da hazırdır. Hər birini büktüm. Bu şəkildə görünürlər. Elə bu şəkildə də göndərirəm buzluğa. İndi isə keçirəm sonuncu yarım fabrikatımı hazırlamağa. Julien hazırlayacağım. Bir ədəd kiçik boy soğanı xırda-xırda kub-kub doğrayıb yerləşdirirəm tavaya və qovururam. Soğanlar qovurularkən kənarda 200 qram toyuğun sinə ətini də xırda-xırda doğrayıram və əlavə edirəm qovrulan soğanların üzərinə. Toyuq və soğan da birlikdə bişərkən mən isə o sırada göbələkləri keçirəm doğramağa. Göbələklərin üst hissəsi çox nazik olduqları üçün qabıqlarını soymadım. 15 dəqiqə sodalı suyun içərisində saxlayıb daha sonra Göbələk bişən zaman ölçüləri çox kiçilir. Ona görə doğrayan zaman çox da xırda-xırda doğramamağa diqqət edirəm. Göbələkləri doğrayana kimi toyuqlarım da artıq suyunu saldılar və toyuqların üzərini doğradığım göbələkləri də əlavə edib birlikdə bişirməyə davam edirəm. Göbələklər də suyunu saldıqdan sonra üzərinə zövqə görə duz, istiot əlavə edib bişirməyə davam edirəm. Tam olaraq suyu çəkildikdən sonra üzərinə 20% 200 ml qaymaq əlavə edib qarışdırıram. Bu isə artıq bişmiş halıdır. Tam olaraq soyuduqdan sonra bir qabın içərisinə yerləşdirirəm və bu şəkildə göndərirəm dondurucuya. Bişirməzdən əvvəl çıxarıb mütləq buzunun açılmağını gözləyirəm və bişirən zaman üzərinə rəndelənmiş pendir əlavə edib o şəkildə bişirirəm. Və belə iftar üçün hazırladığım yarım fabrikatlarım artıq hazırdır. Ümid edirəm ki, sizlər üçün də faydalı bir video olar. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Dəstək olmaq üçün kanalıma abunə olub videolarımı bəyənməyi unutmayın. Allah tutduğunuz oruçları qəbul eləsin.